sualda bizdən nə istəyir? Belə bir tənlik veribdir. Deyir kökləri x1 və x2 olarsa, həmin bu ifadənin qiymətini tapın. Yəni bu tənlik vasitəsilə Viye teoremindən istifadə edərək tənliyin kökləri cəmini tapaq. x1 plus x2 əks işarə ilə götürülmüş 12 ədədinə bərabərdir. Kökləri hasilində isə işarə eyni ilə götürülür olduğu kimi. Müsbət 9-dursa elə müsbət 9 kimi. Bunu yadımızda saxlayaq, bir kənarda qalsın. Gəlin bizə verilmiş bu ifadəni sadələşdirək. Necə sadələşdirə bilərik? Bu ifadəni hər hansı bir a ədədinə bərabər edək. Deməli, x2 bölünsün x1 üstə gəlinsin. x1 bölünsün x2 ifadəsini bir a ədədinə bərabər edərək sadələşdirək. Hər tərəfini kvadrata yüksəldək. Baxın, hər tərəfini kvadratına yüksəltdik. Gəlin bunu müxtəsər vurma düsturu ilə açaq. Birincinin kvadratı, köklər getdi, x2 bölünsün x1, üstə gəlinsin. 2 vurulsun, hər ikisinin hasili, onda bir kökdə yazarıq, elə deyil. x2 vurulsun x1, x1 vurulsun x2. Surətləri surətə, məxrəcləri məxrəcə. Üstə gəlinsin, bunun kvadratı. x1 bölünsün x2 kvadrat olanda köklə gedəcək, bərabərdir a kvadratına. İndi gəlin baxaq, bunlar getdi, x2 ilə x2, x1 ilə də x1. Burada 1 qaldı kökün altında. Deməli, bizdə burada sadəcə 2 qalacaq. İndi gəlin x2 bölü x1 ilə x1 bölü x2-ni toplayaq. Toplayarkən ortaq məxrəcə gətirməliyik də biz bunları, elə deyil. x2-nin kvadratı birbaşa yazıram. Toplama qaydasını yəqin ki bilirsiniz. Üstə gəlinsin x1-in kvadratı bölünsün x1 vurulsun x2. Üstə gəl 2'miz var idi burada bir dənə, bərabərdir a kvadratına. Yaxşı, indi bizdən x2 kvadrat üstə gəl x1-in kvadratı var. Biz bunu necə təyin edərik? Yenə necə yazarıq bunu? x2 üstə gəlinsin x1-in kvadratı çıxılsın 2, x1 vurulsun x2 kimi yaza bilərik. Həqiqətən də bunu vurub atsanız, standart şəklə gətirsəniz bu ifadanı alacaqsınız. Bölünsün x1 vurulsun x2-yə. O da bərabərdir a kvadratına. Yox, burada bizim bir dənə 2'miz də var idi. Üstə gəlinsin 2 bərabərdir a kvadratına. İndi x2 üstə gəl x1'imiz bizdə nədir burada? 12. Yerinə gətirirəm. 12 qoyuram. Baxın, 12. 12'nin kvadratı 144. Çıxılsın. x1, x2 nədir? 9. 2 vurulsun 9, 18. Bölünsün. x1, x2'nin hasili. Bölünsün 9'a. Üstə gəlinsin 2 bərabərdir a kvadratı. 144 çıxılsın 18, 126 edir. 126'nı da 9'a böləndə 14. 14'ün də üstünə 2 gələndə 16 edir. Deməli, a kvadratımız 16'ya bərabərdirsə, a'mız da 4'ə bərabərdir. Biz də bu ifadəni elə a'ya bərabər eləmişdik. Deməli, onda bu ifadə bərabərdir 4'ə.